Günə qədər bir çox mövzudan danışdım, izahlar verməyə çalışdım. Amma bir şey var ki, onun haqqında hələ bir kəlmə də kəsməmişəm. Məsələ burasındadır ki, bu şey bizim həyat mənbəyi adlandırdığımız 3 əsas şeydən biridir. Söhbət işıqdan gedir. Yaxud foton adlı zərrəcikdən. Bəs nədir bu foton? Mahiyyəti, əhəmiyyəti, mexanizmi nədən ibarətdir? Gəlin yaxından nəzər salaq. Əvvəlcə işin əlifbasından başlayaq. Belə ki, fotonlar da digər çoxsaylı zərrəciklər kimi kainatda və təbiətdə mövcud olan işıq saçan çox kiçik ölçülü hissəciklərdir. Fotonların digər zərrəciklərdən əsas fərqi onların kütləsinin olmamasıdır. Fotonlar boş kosmosda saniyədə təxminən 300 min kilometr sürətlə hərəkət edirlər. Bu bizim kəhkəşan üçün mövcud sürət limitidir və aşıla bilməz. Ən azından mövcud olduğumuz kainatın strukturu buna icazə vermir. Əlavə olaraq kütləli heç bir cisim işıq sürətinə çata bilmir. İşıq sürətindən söhbət düşmüşkən, əslində bu sürət nə qədər böyük görünsə də kainatımız üçün limitlidir. Örnək verməyə çalışıram. Məsələn, burnumuzun dibində yerləşən günəş səthindən hərəkətə başlayan foton nə az nə çox düz 8 dəqiqə 20 saniyəyə gəlib yerin səthinə çatır. Yəni astronomik ölçülər üçün işıq sürəti belə məhduddur. İndikəcə işığın insan həyatı üçün, ümumiyyətlə həyat üçün əhəmiyyətinə. Məlum məsələdir ki, fotonlar həm istilik, həm enerji, həm də işıq mənbəyidir. Bu baxımdan insan həyatı üçün mahiyyəti çox böyükdür. Bəs işıq dediyimiz şey, yəni fotonlar necə yaranır, yaxud mövcud olur? Əvvəlcə işıqla bağlı ümumi mənzərəyə nəzər yetirək. İşıq təməldə foton yığınıdır. Yəni işıqlanma dediyimiz şey bir növ çoxsaylı fotonlardan ibarət paketdir. Təbiəti etibarilə həm dalğa kimi, həm də zərrəcik kimi mövcuddur. Keçək işin daha dərin hissəsinə. Ümumiyyətlə işıq elektromaqnit dalğalanmasının insan gözü ilə görünən hissəsidir. Bu mənada işığın görə bilmədiyimiz başqa dalğa spektrlarda mövcuddur. İşığı 4 təməl kateqoriyada sıralasaq belə bir tərif toplusu alınır. Kütləsi yoxdur, elektrik yükü yoxdur, hər zaman yəni vakuumda işıq sürəti ilə hərəkət edir, enerji daşıyır. Bəs fotonun enerjisi nədən ibarətdir? Nədən asılıdır daha doğrusu? Məsələ burasında ki, onun enerjisi rəngindən yaxud tezliyindən asılı olaraq dəyişə bilir. Belə ki, buna işığın rəng sürüşməsi də deyilir. Məsələn, uzaq məsafədəki qalaktikalar bir rəngdə, daha yaxındakılar başqa rəngdə görünür. İndi isə fotonun nə zaman və hansı proseslərin təsirindən yarana biləcəyini qeyd edək. Belə ki, fotonlar adətən aşağıdakı hadisələr baş verdikdə yaranır. Atomda elektron səviyyə dəyişəndə, maddə qızanda istilik şüalanması, kimyəvi reaksiyalardan nüvə reaksiyalarında. Bunlara örnək kimi günəş, lamba və ekranlardan yansıyan işıqları misal çəkə bilərik. Son olaraq fotonlar digər təməl zərrəciklər kimi daxili quruluşa malik deyil. Yəni daha kiçik hissələrə bölünmür və fundamental zərrəcik hesab olunur. Vəssalam.